Bakının Binəqədi rayonunda baş verən qətldə öldürülən şəxs bir müddət əvvəl həyat yoldaşı ilə canlı efirə çıxıbmış. News 24 az Xəzər TV-yə istinadən məlumat verir ki, Ədil Məhərrəmovun ailə daxili problemləri olub. Belə ki, o boşanmaq istədiyi yoldaşı Nüranəyə bildirdikdə ölümlə hədələnib. Bu qadın məndən əl çəkmir. Onunla 2019-cu ildə kafedə tanış olmuşuq. Ofisiant işləyirdi. Sənə maşın ev alaram vədləri ilə məni aldadaraq kəbin kəstirməyə getdik. Bir müddət sonra övladımız dünyaya gəldi. Anamın evinə getməyə belə icazə vermir, polislə hədələyir. Mənim dediyim olmasa səni öldürərəm deyirdi. Nüranənin övladlarından xəbərim olmayıb, sonradan öyrənmişəm. Gizlin iş görmüşdüm. Qız ortaya çıxanda valideynlərimə dedim ki, ailə qurmuşam. 2020-ci ildə xəbərim olmadan mənə sənəd imzaladıb. 17 il boşanmamaq şərti ilə aliment ödəməliyəm. Məni məhkəməyə də çağırmayıblar, imza da atmamışam. Pis vərdişləri var. O məni anamın yanında döyüb. Mən ona əl vurmaq istəyəndə qaçır polisə, təhqir edir deyə Ədil Məhərrəmov bildirib. Ədil Məhərrəmovun anası isə qeyd edib ki, elçi gedib səhəri gün belə halların olduğunu eşidib. Nüranənin qarşısını kəsib demişəm ki, mən oğluma toy etmək istəyirəm. Mənə dedi ki, sən ancaq oğlunun meydini verə bilərəm. Efirdə hətta iddia edilib ki, Ədilin arvadı da keçmiş ərini bıçaqlayıb.